Mehman bəy, evdə olan nəfsi gözü insan necə götürə bilər? Mən bu barədə deyim ki, insanlar özləri nəfsi gözə aparırlar. Necə? Dili ilə. İnsan heç vaxt sirin kiməsə danışmasın. Adamlar görmüşəm ki, hətta belə mənim qohumlarım gəlir evə. Gəlirlər başlayırlar ulamağa, ağlamağa. Ay qardaş qoymayın. Qonşudur, gəlib sənin evində ağlamağa qoyma ginən. Hətta mənim qohumlarım gələndə mən qoymuram dərdlərini danışmağa. Deyirəm, bura dərdsər yeridir. İnsan nədən ruhsuz çəkilir? İnsanların nəfsindən, gözündən. Qardaş, maşın alırsan danışma. Ev alırsan danışma. Mən şəxsən bugünkü gündə danışmıram. Dostum var milyarderdir. Deyirəm cındır paltar giyin. Qardaş, insan gözlə yıxırlar. Adicə könnə ilə, şalvarla insanı yıxırlar. Saçını nə qəşəng qıxdırmısan. O gün sən müflis oldun. Adam var gəlir ki, nə qədər işləmirsən? Mənim o günü ruzi bərəkətim yoxdur. Sirrinizi danışmayın. Və evdə insanlar özünüzü necə qoruya bilərsiniz? Cadudan, əməldən, tilsimdən, insanların nəfsindən. Baxın, hər səhər Allahın kəlamlarından, Ayət-i Kürsü, Fələq surəsi, Nas surəsi, Qədr surəsi, onları duaları qoruyun və oxuyun, rahatlaşacaqsınız. Mən bu barədə deyim ki, bəzi insanlar da gəlirlər yanıma. Deyirlər Mehman bəy, bu dua mənə düşmədi. Bu duanın mənə ağırlığı oldu. Qardaş, Quran-ı Kərim nazil olunub İslam dili üçün. Nazil olunmayıb ki, hansısa 3 manatlıq molla, 3 manatlıq qadın mollalar yazıb ağzına gələni insanlara versinlər. O günlər bir kişi gəlib ağsaqqal yaşında, çox vaxtı üçün imkanlı olub, milyarder olub, gəlib yanına deyir, qardaş, bu duanı verib mənə 6 aydır mənə. Baxıb görəm ki, ağzına gələni yazıb. Mənim deməyim odur ki, insana dua düşər-düşməməzlik deyilən bir şey yoxdur. Düzgün şəkildə yazılmasa insanın yolu bağlana bilər. Baxıram ki, şeytanlı hərifbələrlə insanların yolunu bağlayırlar. Quran-ı Kərimdə nazil olan dualardan insanlara heç bir ziyanı yoxdur. Hətta belə Yasin surəsini oxuyan şəxslər insana ruzu gətirir. Bəzi insanlar deyir ki, Mehman bəy, Yasin surəsi ölüyə aiddir. Xeyr, Yasin surəsi bizi kimi dirilərə aiddir. Qəbirstanlıqda oxunan Yasinlar insanlar üçün oxunmalıdır. Ölülər üçün yox. Gəlsin biri alim olsun, dini alim olsun, gəlib deyəcək ki, bəli, sən deyəndir. Yasin surəsini çoxlu-çoxlu oxuyun, üzərinizin nəfs getsin, hər səhər duranda Nas surəsini oxuyun, Ayət-i Kürsünü oxuyun, Fələq surələr çoxdur. İstədiyiniz Quran ayəsindən hər hansısa bir duasını oxusaz, özünüzü qoruyarsınız. Və düşər-düşməməzlik. İnsan özündən asılıdır. İnsanlar var ki, deyir ki, mənim ruzum yoxdur, mənim ruzum çəkilib, Allah mənim ruzumu bağlayıb. Qardaş, bu gözümüz, ağız, əl, beyin varsa, insan var ki, gəlir yanıma ki, mən bu işdə xeyir, bərəkət tapa bilməm. Ay qardaş, işdə xeyir, bərəkət tapmırsan, başqa işlə məşğul ol. Buna Allah sənin üçün neynəsin? Sənə Allah Teala əl verib, göz verib, ayaq verib, qulaq verib, beyin verib. Biri var ki, əlilliyi olsun, xəstə olsun. İnsan var ki, gəlir ki, mən 500 manada dolana bilmirəm. 500 manada mən özümü saxlaya bilmirəm. Bunun üçün Allah neynəsin? Sənə Allah ağıl verib. Vaxtında niyə oxumurdun? İnsana Allah Teala düşüncə verib. Çobandır. Mən hələ bir imkanlı adam tanıyıram ki, çoban olub, indi milyarderdir. İnsanın özündən asılıdır. Allah bunun üçün neynəsin? Deyir ki, qismətimdə bu yazıb. Xeyr, qismət söhbəti deyil. İnsanın özündə. Onun üçün də çalışın, həyatından mübarizə aparın. Hər şeyi Allahın üstünə yıxmayın. İnsanın özündə də asılıdır. Allah Teala səni bu yaradıb bu dünyada. O deyir, buna baxın, milyonu var, milyardı var. Necə qazandı, mən qazana bilmirəm. Sən bütün günü da boğazın da balığın boğazından kəsib arağa verəndə bilmirsən ki, ya bugünkü gündə sənin ruzun olmayacaq. Burada nə demək istəyirəm? İçki içən insanlar ruzunuzu Allah Teala çəkir. İçki içən insanların bugünkü gündə ruzu bərəkəti niyə olmur? Halbuki mən tanıyıram, milyarderdir. İçki içmir, əli pulla oynayır. Deyir, ona baxa, haram işlə məşğuldur. Halbuki, deyir, mən halal işlə məşğulam. Halbuki mənim ruzum yoxdur. Allah Teala onun ruzusunu verir. Sadaqa verin.
Yetimin qarnını doydurun, kasıbın qarnını doydurun. Mən şəxsən hər səhər duranda binamın altında pişiklər var. 60 qəpiyə də bir dənə pişik yeməyi alıb yedizləyirəm ki onu. Allah, mən nəyə şükür eləmirəm ha. Allah yolunda eləyirəm. Fikirləşmirəm ki, Allah Taala bunun ruzusunu mənə tökəcək. Nəyisə eləyəndə fikirləşmədən eləyin. Riskə girin. Ruzunuzu Allahdan istəyin. Pis əməllər eləməyin, cadu etməyin. Mənim deməyim odur ki, insan nə eləyirsə öz-özünə eləyir. Oğurluq eləyən də, pozğunluq eləyən də, cadu eləyən də, hər bir insanın öz əlində, bir insan öz həyatını özü seçir. Başa düşürsünüz? O deyir, psixoloji problemi var, dəlidir. O dəli deyil. O özü bilə-bilə eləyir. Allah Taala bu dünyaya bizi düşüncənlə, ağılla, biri ilə göndərir. Bizim bugünkü gündə əməl dəftəri nə üçündür? Rəhmətli o vaxt Hadşahın deyir ki, mənə deyir ki, Mehman, səndə olan bilikləri çoxları bilmir. 50 yaşında gəl kişi gəlsin, otursun, onları bilmir. Çünki mən bunları bilirəm. Mən özüm uşaq evində oxumuşam. Əziyyətlə oxumuşam, çətinçiliklə oxumuşam. Evim olmayıb, eşiyim olmayıb. Şükür Allah evim də var, maşınım da var, hər şeyim var. Mənim deməyim odur ki, insanlar öz ayağının üstündə bacarmalıdır. Və insanlar sirrinizi danışmayın. Sirrimi danışdın ha, məhv olacaqsan.